Okey. Dezinstrumentlər verməmişdən qabaq köhnələrə bir dənə baxaq. A2 ZUSDT 0.001553 qalır. Fox 3.400 qalır. Holo 0.09216 qalır. Trump dünən demişdim ki, yaxın retest olmalıdır, olmazsa heç nə eləməyəcəm. Listdən çıxır. Gördüyünüz kimi müşahidə səviyyəni heç yerə getməyib. TIA-nı saxlamaq olar, amma TIA-ya hələ ki baxmaq lazımdır. Ola bilsin səviyyəni biraz korreksiya elədi. O da hələ dəqiq bilmirəm, baxmaq lazımdır. Hələlik elə belə saxlamışam. Biz birinci impulsda iştirak eləmək istəyirik. Ona görə səviyyəni korreksiya eləmək olar. ICP eyni şey demişdim. Bu da listdən çıxır. Virtual USDT-ni saxlayıram. Virtual USDT yaxşı görsənir. Burada yalancı sıçrayış baş verəndən sonra çox böyük bir atqatımız yoxdur. İyi durmuşuq konsolidasiya. Bu ola bilsin ki, buradan səviyyəyə çox yaxınlaşmasa, elə buralarda konsolidasiya versə, bu getsə çox güman ki, risk gedəcək. Yəni səviyyəyə heç yaxınlaşmağı balaca barla falan olmayacaq. Moon USDT-də mənim gözlədiyim növbəti gündəlik bardır. Yəni bu gecədən sonra bunu tarqavac eləməyə fikirləşərəm. Mənə lazımdır ki, yəni alert gəlir, nə eləsin, fərq yoxdur. Mənə lazımdır ki, bu instrument burada bağlansın, növbəti barda burada açılsın. Çünki mənim gözümdə instrumentin bir enerjisi yoxdur. Səviyyəyə yaxınlaşanda atarının 110%-ni keçmiş olacaq. Gedə bilər, amma mənim tarqavac eləyəcəyim bir şey deyil. AVAX 1-2-3 gün vaxt lazımdır buna, amma yaxşı görsənir. 15.224 Colette. Bu biraz qəliz instrumentdir. Bunu tarqavac eləyə bilməyənlər tarqavac eləməsin. 0.09859-dan yuxarı long ya da ki, yalancı sıçrayış gözləmək olar. Bula USDT 0.02891, 0.0339-dan aşağı vermişdim. İndi də 0.02891-dən aşağı verirəm. Amma bizə lazımdır ki, instrument səviyyənin üstündə balaca barlarla, gündəlikdə balaca barlarla biraz konsolidasiya geçsin. Bir gün, 2 gün olsa daha yaxşı. Dash USDT 46.04 saxlayırıq mı? Bunu saxlamaq da olar, buna baxmaq lazımdır. Ümumən də bir dənə bir şey deyim uşaqlar. İnstrument, yəni siz baxırsınız, nə yazmısınızsa instrument onu eləməlidir. Siz instrumentin hərəkətinə uyğun emosiyaya qapılıb nəsə eləməyin. Əgər bazarda sizin gördüyünüz, sizin bəyəndiyiniz, sizin anladığınız bir vəziyyət yoxdursa, yalandan tarqavac eləməyin. Yəni, biz bura gəlmişik pul qazanmağa. Ay nəyisə prov eləyim deyə pul itirirəm. Güya nə mənası var ki? Görsən ki, özün də bilsən ki, sənin qaydalarına ziddir. Qaydalarına ziddirsə bu, bunu tarqavac eləmə.